Salam, əziz və çox dəyərli ulduz sevərlər, həyatı sarsılmaz iradəsi, məsuliyyət hissi, müdrik addımları və heyranedici duruşu ilə inşa edən əziz izləyicilərimiz. Astrologiyanın o sehirli, nizam-intizam dolu və hər birimizin gələcək zirvələrinə bələdçilik edən dünyasına həsr olunmuş kanalımıza yenidən xoş gəlmisiniz. Zamanın bir memar dəqiqliyi ilə axıb keçdiyi bu dövrdə, baharın o qeyri-müəyyən, dalğalı enerjilərini artıq tamamilə geridə qoyuruq. İndi qarşımızda real hədəfləri, sabitliyi və ruhumuzu canlandıran günəşi ilə yayın o möhtəşəm ilk günləri dayanır. 1-7 iyun həftəsi yayın bu ilk addımları hər birimiz üçün planlarımızı təməlləndirmək, əməyimizin bəhrəsini görmək və daxili nizamımızı qurmaq üçün mükəmməl bir dövrdür. Bəs bu xüsusi həftədə göy üzünün mürəkkəb tranzitləri, planetlərin bir-biri ilə etdiyi o ecazkar kosmik rəqs həyatımıza, karyeramıza və ruh halımıza necə təsir edəcək? Bugün sizlər üçün zodiakin ən etibarlı, strateji düşünən, əzmkar və sarsılmaz torpaq elementi, Oğlaq bürcünün 1-7 iyun tarixlərini əhatə edən həftəlik, son dərəcə detallı, geniş və ruhunuza bələdçilik edəcək proqnozunu hazırlamışıq. Əgər siz də ulduzların məhz sizin üçün hazırladığı bu həftəlik yol xəritəsini kəşf etməyə, zirvəyə gedən yolda ağlınızdakı və qəlbinizdəki suallara cavab tapmağa hazırsınızsa, özünüzə o tünd, soyuq qəhvənizi və ya sevimli çayınızı götürün. Ən rahat güşənizə çəkilib əyləşin. Səsinizə səs verən ulduzların dilini sizin o ciddi və keyfiyyətli üslubunuzda yozan sadiq bələdçiniz tamamilə hazırdır. Elə isə gəlin bu məhsuldar və uğurlu səyahətə birlikdə başlayaq. Əziz oğlaqlar və yüksələn bürcü oğlaq olanlar, yayın ilk həftəsinə, yəni 1-7 iyun tarixlərinə qədəm qoyduğumuz bu günlərdə göy üzü sizin diqqətinizi tamamilə gündəlik ritminizə, iş mühitinizə, sağlamlığınıza və həyatınızı daha səmərəli etməyin yollarına yönəldir. Sizin üçün olduqca məhsuldar, hərəkətli və nizam-intizam tələb edən bir dövr başlayır. Əkizlər bürcündə parlayan günəş və digər planetlərin mühüm tranzitləri sizin gündəlik işlərinizi idarə edən sahəni canlandıracaq. Bu həftə sizin üçün yarımçıq qalmış layihələri tamamlamaq, həyatınızı sistemləşdirmək və gələcəyə dair möhkəm bir zemin hazırlamaq zamanıdır. Özünüzü hər zamankından daha fokuslanmış, analitik və hər bir detalı mükəmməl şəkildə idarə etməyə hazır hiss edə bilərsiniz. İş, karyera və peşəkar fəaliyyət sahənizə nəzər saldıqda 1-7 iyun həftəsi sizin üçün böyük bir iş tempini və peşəkar uğurları vəd edir. İş mühitində sizin o fitri təşkilatçılıq qabiliyyətiniz, böyük məsuliyyət hissiniz və çətin tapşırıqların öhdəsindən soyuqqanlıqla gəlmə bacarığınız rəhbərliyin və tərəfdaşlarınızın diqqətindən qaçmayacaq. Əgər rəqəmsal layihələr, xidmət sektoru, idarə etmə, audit və ya planlaşdırma sahəsində fəaliyyət göstərirsinizsə, bu həftə layihələrinizin saat mexanizmi kimi dəqiq işlədiyinin şahidi olacaqsınız. Komanda yoldaşlarınızla mühüm tapşırıqları bölüşmək, yeni iş metodları tətbiq etmək və ya ofis mühitini daha səmərəli hala gətirmək üçün ulduzlar sizə tam dəstək verir. Beyniniz yeni, praktik və tətbiq olunası ideyalarla dolub daşacaq, hesabatlarınızla hər kəsi özünüzə heyran qoyacaqsınız. Lakin ulduzlar sizin o hər şeyi tək başına mükəmməl etməyə çalışan və heç kimə tam güvənməyən perfeksionist təbiətinizə qarşı kiçik bir xəbərdarlıq edir. Hər bir xırda detalı şəxsən idarə etməyə çalışmaq, üzərinizə həddindən artıq yük götürməyinizə və tükənməyinizə səbəb ola bilər. Bu həftə işləri delegasiya etməyi, yəni ətrafınızdakı insanlara da məsuliyyət verməyi sınayın. Unutmayın ki, böyük uğurlar güclü komanda işinin nəticəsidir. Maddi məsələlərə, maliyyə və cüzdan durumunuza gəldikdə isə 1-7 iyun həftəsi sizin üçün planlı və gəlirli bir dövrdür. Göstərdiyiniz o gərgin əməyin, ofisdə keçirdiyiniz uzun saatların maddi qarşılığını almaq, bəlkə də maaş artımı, bonus və ya əlavə layihələrdən gələn qazanclar bu həftə gündəminizə gələ bilər. Siz pulun qiymətini ən yaxşı bilən, investisiyalarını hər zaman uzun müddətli və zəmanətli edən bir bürcüsünüz. Bu həftədə gəlir-çıxış balansınızı böyük bir ustalıqla qoruyacaqsınız. Lakin digər tərəfdən gündəlik həyatınızı asanlaşdıracaq texnoloji alətlərə, işinizə fayda verəcək proqram təminatlarına və ya sağlamlığınızla bağlı profilaktik yoxlanışlara müəyyən xərclər etməli ola bilərsiniz. Oğlaq bürcü üçün bu növ xərclər itkil deyil, gələcəyə səmərəli bir sərmayədir, yenə də impulsiv və lazımsız xırda xərclərdən uzaq durmaq, büdcənizin o möhkəm strukturunu qorumaq üçün hər zamanki kimi diqqətli olmağınızda fayda var.
Gəlin keçək sizin o zahirən ciddi, daxilən isə son dərəcə sadiq, dərin və güvən axtaran qəlbinizə, sevgi cəbhəsinə. Sevgi və ikitərəfli münasibətlər sahəsində 1-7 iyun həftəsi sizə daha çox sabitlik, səmimi söhbətlər və daxili hüzur gətirir. Əgər həyatınızda artıq dəyər verdiyiniz, gələcəyi birlikdə planlaşdırdığınız bir insan varsa, bu həftə münasibətinizdəki o möhkəm güvən bağı daha da dərinləşəcək. Birlikdə ev işlərini görmək, gələcək maliyyə və ya yaşayış planları qurmaq, bir-birinizə gündəlik qayğılarda dəstək olmaq aranızdakı sevgini sözlərlə deyil, əməllərlə sübut edəcək. Siz sevgidə boş vədlər və ya müvəqqəti emosiyalar deyil, reallıq və sadiqlik axtarırsınız ki, tərəfdaşınız da bu həftə sizə bu dayaq hissini tamamilə yaşadacaq. Lakin diqqət yetirməli olduğunuz məqam odur ki, iş və karyera mövzularına həddindən artıq qapılıb, romantikanı və partnyorunuza ayırmalı olduğunuz vaxtı arxa plana ata bilərsiniz. İşinizi ofisdə buraxın və evinizə, sevdiyiniz insanın yanına gəldikdə o ciddi duruşunuzu bir kənara qoyub, qəlbinizin o yumşaq, zərif tərəfini ona göstərin. Bəs qəlbi boş olan, həyat yolunu eyni ciddiyyətlə addımlayacaq birini axtaran subay oğlaqları nələr gözləyir? Bu həftə ulduzlar sizin üçün mühüm təsadüflər hazırlayır. Sizin o məğrur tərziniz, intellektiniz və yetkin düşüncələriniz daxil olduğunuz mühitlərdə böyük hörmət və heyranlıq qazanacaq. İş görüşmələrində, qatılacağınız bir seminarda, gündəlik getdiyiniz bir məkanda və ya idman zalında öz çalışqanlığı, həyata baxışı və dürüstlüyü ilə diqqətinizi çəkə biləcək çox xüsusi bir insanla qarşılaşa bilərsiniz. Bu tanışlıq sürətli bir macəra kimi deyil, zamanla oturan, möhkəm təməlli bir münasibətin başlanğıcı ola bilər. Addımlarınızı tələsmədən, hisslərinizi analiz edərək atın. Sosial həyatınız və ailə münasibətlərinizə baxdıqda isə bu həftə ailənizin və dostlarınızın ən böyük məsləhətçisi, hər bir problemin çarəsi olan dayaq nöqtəsinə çevriləcəksiniz. Yaxınlarınız mühüm qərarlar qəbul edərkən sizin o məntiqli, obyektiv və uzaq görən baxış bucağınıza ehtiyac duyacaqlar. Siz ailə dəyərlərinə böyük hörmətlə yanaşırsınız və bu həftə böyüklərin qayğısına qalmaq, ailə daxilində nizamı qorumaq üçün mühüm addımlar ata bilərsiniz. Dost çevrənizdə isə çox səs-küylü, sizə vaxt itkisi kimi gələn mühitlərdən uzaq durub, yalnız eyni vizyona sahib, sizə mənəvi və ya peşəkar olaraq nəsə qazandıra biləcək insanlarla vaxt keçirməyi üstün tutacaqsınız. Özünüzə və planlarınıza vaxt ayırmaq üçün bəzən yaxınlarınıza da nəzakətlə sərhəd qoymağı bacarmalısınız. Fiziki və psixoloji sağlamlığınız baxımından 1-7 iyun həftəsi bədəninizin siqnallarına mütləq qulaq asmalı olduğunuz bir dövrdür. Oğlaq bürcünün bədəndə idarə etdiyi bölgələr sümüklər, oynaqlar, dizlər, dişlər və bədənin ümumi skelet quruluşudur. Bu həftəki yüksək iş tempində və gərginlikdə oynaqlarınızda və ya bel nahiyənizdə yorğunluq hissi yarana bilər. Əgər davamlı olaraq oturaq iş rejimindəsinizsə, mütləq duruşunuza diqqət edin, qısa müddətli fasilələr verib bədəninizi dartın və ağır yüklər qaldırmaqdan qaçın. Qidalanma rejiminizdə isə kalsium və vitamin balansına xüsusi diqqət yetirin, bədəninizi vaxtında və keyfiyyətli qidalarla təmin edin. Ruhunuzu dincəltmək, o daimi məsuliyyət hissinin gətirdiyi zehni yorğunluğu atmaq üçün axşamlar sakit gəzintilərə çıxmaq, yuxu rejiminizə ciddi riayət etmək və ya şuuraltınızı sakitləşdirəcək kitablar oxumaq sizə möhtəşəm dərəcədə şəfalı təsir bağışlayacaq. Əziz, hər bir zirvəni əzmlə fəth edən, etibarlı və heyranedici oğlaqlar. 1-7 iyun həftəsi sizin üçün sözün əsl mənasında həyatınızı nizama salmaq, əməyinizin bəhrəsini görmək, möhkəm təməllər qurmaq və həm işdə, həm də şəxsi həyatda daxili balansı tapmaq üçün göy üzünün sizə bəxş etdiyi məhsuldar bir hədiyyədir. Özünüzə, ağlınızın gücünə və iradənizə hər zaman güvənin. Qarşınıza çıxan kiçik maniyələr və ya gərginliklər sizi yolunuzdan döndərməsin, siz hər vəziyyətdən ən müdrik və uğurlu şəkildə çıxmağı bacaran bənzərsiz bir strateqsiz. Addımlarınızı cəsarətlə atın, planlarınızı dünyaya nümayiş etdirin və sevgini həm əməllərinizlə bəxş etməkdən, həm də qəbul etməkdən qətiyyən qorxmayın. Qoy bu iyunun ilk həftəsi həyat hekayənizdə ən uğurlu, ən ruzi-bərəkətli və hüzur dolu fəsillərdən birinin möhkəm başlanğıcı olsun. Ulduzların o parlaq, qoruyucu və hərəkət verici enerjisi hər bir addımınızda sizinlə birlikdə olacaq.